Çox soğuq bir şərbətdən avurdalıyız. Birdən kəlləyiz doydu. Həsəb elərsiniz biri vurdu kəlləyizə. Xumuzmuna ağlımız doydu deyirik. Bəs əslində ağlımızla heç bir əlaqəsi yoxdur. Hətta ağlımızda incik damarı yoxdur. Bu doymağa əlimdə sphenopalatine ganglioneuralgia deyirlər. Bilirəm indi heç bir şey eləməliyik. Gəlinizə bu doymağın nə olduğunu, nə şəkil olduğunu elədim. Bu aslında damağınızla başlayır. Birdən gələn o soğuq damağınızdakı incə damarları əcələnlə daraldır. Cisminiz bu əcələnlə gələn soğuğu təhdid kimi görür. Damağınızı sıcaqlatmaqdan ötürü o damarları açır. İşte bu əcələnlə olan daralmaqla açılmaq üzünüzdə olan trigeminal xəttini diksindirir. Bu xətt üzünüzdən və ağzınızdan ağlınıza əsasları aparan əsas xəttdir. İşte məsələ burdadır. Ağlınız bu inciyin işarəsini damağınızdan gəldiyini aylamaz və alnınıza yollar özünü. Yəni ağzınızda yanan odu alnınızda yanı kimi göstərir. Bildik, əgər ağlınız doysa qorxmayın. Dilinizi damağınıza yapışdırın. Dilinizin sıcağı damağınızı sıcaqladır və ağlınıza gedən o işarələri düzənlər. Bizə öyrədilən nə qədər elmi qəlat var belə dəqiq.